Salam hörmətli izləyicilərimiz. Binəqədidə məktəbin yaxınlığında yeni bir evimiz var. 3 otaqlı evimiz var. Gəlin yaxından sizi tanış edək. Evimizin giriş hissəsi çəkranı. Kombisi. Evimizdə hal-hazırda yaşayış da var. Yəni deməli, evimizə daxil olarkən belə bir balaca mətbəximiz var. Gördüyünüz kimi. İndi hal-hazırda dediyimiz kimi evdə yaşayış var deyə. Evimizin giriş hissəsi. Burada balaca bir şkaf yeridir. Gel sanuzerdən başlayaq. Burası sanuzerdir evimizin. Burası evimizin yataq otağıdır. Görürsünüz. Xudmani otaqdır, amma yəni rahatdır. Gördüyünüz kimi bu şkaf yerləşir. Yataq var. Balaca bir termos da var buranın. Bura evimizin digər otağı, qonaq otağıdır. Gördüyünüz kimi. Burası necədir? Yəni, hal-hazırda xudmanidir, 3 otaqdır, amma əladır. Qiymət də əladır, qiyməti də əsas. Yəni, digər otaqdır bura. Gördüyünüz kimi bu otaq da belə. Yəni, əşya içində olar, Gördüyünüz kimi otağın, yəni, necə deyim, yəni, rahat hərəkət var otağımızda. Görürsünüz, baş şkaf üçün yekə yeri var. Şkaf gəlib buraya da çıxsa, bu boyda yerimiz qalır yerində. Yataq burada. Gördüyünüz kimi burada da yerimiz var. Evimiz kombi sistemi ilə quraşdırılır. Gördüyünüz kimi. Pəncərəsi heç kimin həyətinə düşmür. Əsas pəncərə heç yerə gəlib düşmür də, bildiyiniz kimi. Evimiz 3 otaqlıdır. Binəqədidə məktəbin yaxınlığında yerləşir. Qiyməti də super qiymətədir. Kiminlə sualı olarsa bizlə əlaqə saxlayır. Evimizin əşyalı qiyməti ayrıdır, əşyasız qiymət də ayrıdır. Yəni bunu da nəzərə alıb qiymətdə razı olaq. Sağ olun, salamat qalın. Bu qədər.